Allah rahmet eylesin, gazilerimize Allah şafa versin. Bugün kederle beraber sevinç günümüzdü, gurur yerimizdi şehitler. Bir yürekten alkışlayak. Allah bütün şehitlerimize rahmet eylesin. Ben isterdim bu güzel günde, yani ki şehidin anı gününde, onun şerefine açılan bulakta Evyas adından, Aksakallar adından Varis Əmiyə söz verəm. Ben istedim hem de kardeşlere de söz verəm. Onlar dedi əmim diyen söz bizim için kandı. Çok büyük memnuniyetle Varis Əmini bu güzel meydana davet edelim. Ay Varis Əmi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Ne diyebilirim? Bu güzel günün təşkilində güzel iştirak edən, tek burada yok. Tovuzumuzda, bütün Azerbaycanımızda belə anım günlerini, gurur yerimizi qeyd edən Turan Şəhid Ailələr Birliyi rəhbərliyi Elmar Musayevə söz verirəm. Özünüz də bildiniz ki, bir neçə dəfə əlaqə saxladım ki, çox böyük məmnuniyyətlə məni də belə bir tədbirə qoşasınız. Allah sizləri var eləsin, elimizdən, obamızdan əksik olmayasınız. Həmişə belə möhtəbər işlərdə səsiniz gəlsin. Anlayıram ilk növbədə, bir də şəhid analarına, şəhid atalarına müraciət edirəm, zəhmət olmasa hamısı buraya təşrif buyursunlar, önə çıxsınlar şəhid ailələri, şəhid xanımları, zəhmət olmasa. Qardaşımız, zəhmət olmasa sizdə. Ola bilsin ki, 1-ci Qarabağ müharibəsinin şəhid ailələrindən kimsə burada olar, tanımarıq. Onlardan da kimsə varsa əgər, zəhmət olmasa. İlk növbədə hər kəsə təşəkkür edirəm. Bu günləri bu soyuq havada hər kəs dəyəri vaxtını alıbdır. Şəhidimizi anmaq üçün və onun ailəsini tək qoymamaq üçün hər kəs buradadır. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlər qürurumuzdur, şəhidlər baş tacımızdır. Mən öz növbəmdə buradan icra nümayəndəsinə öz təşəkkürüm, minnətdarlığımı bildirirəm ki, bu cür gözəl qulağın burada ərsiyə çatmağında xüsusi diqqətlər olubdur. Allah razı olsun. Hamımızın bildiyimiz kimi şəhidlər bizim ən böyük yaralı yerimizdir. Şəhidlər bizim ant, inam, güvən yerimizdir. Nəzərə salsaq 1-ci Qarabağ müharibəsindən Tovuz rayonu hər zaman qəhrəman rayonlardan biri olubdur. Və bugünkü günü də şəhidlərə dəyər verilməsində, şəhidlərin salib seçilməsində Tovuz rayonu ilk siyahılarda 1-ci yerdə gedən rayonlarımızdan biridir ki, həqiqətən də şəhidin o mövqeyini, uca yerini bilərək hər bir Tovuzu şəhidlərimizə dəyər verməyi bacarır. Bizim gördüyünüz şəhid anaları, burada şəhid yoldaşı var, şəhid ataları var ki, mən özüm şəhid qardaş olmağıma baxmayaraq, amma həmişə deyirəm ki, biz ilk növbədə bu insanlara həqiqətən böyük bir borcumuz var. Ona görə bunlara böyük bir borcumuz var ki, bu vətənin vətən olması üçün, Azərbaycanın Azərbaycan olması üçün canlarından can verdilər, qanlarından qan verdilər. Bir anda düşündə, fikirləşəndə ki, evladımızın dırnağına bir daş dəyib, ona belə dözə bilmirik. Amma bu insanlar öz evladlarını bu vətən yolunda gözlərini qırpmadan şəhid verdilər. Bizlərin yaşamamız üçün, bizlərimizin sağlamlığımız üçün, hər şeyimiz üçün, ərazi bütövlüyümüz üçün. Onun üçün hər zaman bu insanların qədrini bilməliyik və bunlara xətir hörmətlə yanaşmalıyıq. Və buradan mən şəhidimizin qardaşına öz təşəkkürü, minnətdarlığımı bildirirəm ki, ailə üzvlərinə öz minnətdarlığımı bildirirəm ki, öz qardaşlarını yaşatmaq üçün bu cür bir gözəl bulaq inşa ediblər öz vəsaitlərindən, öz əziyyətlərindən. Allah razı olsun. Şəhidləri yaşadan birinci şəhidlərin valideynləridir, şəhidlərin əzizləridir. Əgər şəhidlərimizin əzizləri, valideynləri, ailə üzvləri o şəhidlərini yaşadacaqsa, hər kəs yaşadacaq. Birinci yük şəhid ailəsinin öz üzərinə düşür. Ruhu şad olsun cəmi şəhidlərimizin. Allah ölkə rəhbərimizi qorusun. Bugünkü günü gözəl ölkə rəhbərimiz var. Ali Baş Komandanımız var ki, Azərbaycan xırda bir ölkə olsa da, amma bütün dünyalar içində sözünü deyir, ayağa qalxır, biz varıq deyir. Bu da bizim qazi qardaşlarımız, şəhidlərimiz və başda Ali Baş Komandanımızın olmağı
nəticəsindədir ki, Azərbaycan olaraq hər yerdə sözümüzü deyə bilirik. Hər kəsə öz təşəkkürümü bildirirəm. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Əvvəla sabahınız xeyir olsun, əziz xalqım. Bu Bulaq abidə kompleksinin ərsəyə gəlməsində əməyə keçən hər bir kəsə təşəkkür edirəm. Şəhid adı Azərbaycan xalqı üçün qürurlu bir addır, mənəviyyatda bir addır. Şəhidlər ölməz, vətən bölünməz. Bu cümlənin arxasında böyük bir məsuliyyət var. O məsuliyyət var ki, o cümləyə görə, o sözün yaranmasına görə görün neçə min oğullarımız can verdi. Azərbaycan xalqının bütövləşməsi üçün, Azərbaycan torpaqlarının bütövləşməsi üçün 200 illər boyunca gedən mübarizədə qırılan oğullar, ölən oğullar, can verən oğullar, torpağı qanla suvaran oğullar şəhidlərdir. O 200 illik mübarizədən sonra, müharibədən sonra bildiyimiz kimi 90-cı illərdə gedən o necə deyim, xırdalanma, o əzab, o əziyyət, o müharibə bizim həm oğullarımızı əlimizdən aldı, qəhrəmanlarımızı əlimizdən aldı. Hansı ki onlar heç bir silah sursatı olmadan, heç bir təminat olmadan, heç bir ordu nizamı olmadan öz canları, qanları bahasına vətəni qorumağa çalışdılar. Amma bu torpaqlarımız həm erməni işğalçıları tərəfindən, həm də Rus imperiyası tərəfindən, mən həmişə bunu qorxmadan, həmişə dilimə gətirmişəm, deyirəm ki, erməni heç vaxt Azərbaycan torpaqlarını zəbt eləyə bilməzdi. Bizim torpaqları zəbt eləyən böyük imperiyaların gücü oldu. Bizim oğulları yenən o imperiyaların gücü oldu. Və o imperiyanın qarşısında, o böyük imperiyaların, o böyük təcavüzkar ölkələrin qarşısında, bəli, bizim oğullar yenilməzliyi ilə torpaqlarımızın 20% işğal olsa da qalanını qoruyub saxlaya bildilər. O cümlədən Tovuzda bir qarış torpaq belə zəbt olunmadı. 30 il davam elədi işğalımız. 30 ildən sonra 2020-ci ildə Vətən müharibəsi başladı. Bu Vətən müharibəsi hamımızın bildiyi kimi Qaraqayadan, Polad Həşimovun vurulmasından başladı. Bizim cənab generalımızın və orada 12 dənə igid qəhrəman oğlumuzun vurulmasından başladı, şəhid olmasından başladı. Bu alov Tovuzdan başladı və bütün Azərbaycanı bürüdü. Müharibədə udduq, mübarizədə udduq qəhrəman oğulların sayəsində, qəhrəman şəhidlərin sayəsində şükür bugünkü günümüzə. Mən yeganə oğlum şəhid olsa da, varlığım məhv olsa da, vətənimin bütövlüyünə, vətənimin varlığına sevinən bir anayam. Qarabağ torpaqlarını qarış-qarış gəzmişim. Və bugünkü gündə fəxr eləyirəm ki, torpaqların alınmasında mənim də payım var. Mən də bu vətən üçün, bu xalq üçün nəsə eləyə bilmişəm. Canlı bir oğul vermişəm. Və bununla təkcə mən yox, bütün Azərbaycan xalqı fəxr edir. Nə xoş halıma ki, nə xoşbəxt anayam ki, nə xoşbəxt Azərbaycan qadınıyam ki, bugün azad vətənin azadlığı uğrunda oğul vermişəm. Nə olsa da, necə çətinliklər görsək də, vətənimiz bugün bütövdür. Və bu bütövlüyü alqışlayıram. Bugün burada varlığımızı alqışlayıram. Allah sizi var eləsin. Allah gənclərimizi qorusun. Mənim əzizlərim, mən həmişə deyirəm, yanımda olan, yanımda olmayan, bütün Azərbaycan oğulları mənim oğlumdur. Mən bir dənə oğlumu bu xalq üçün vermişəmsə, əvəzində milyardlarla, milyonlarla oğul qazanmışam. Hər telefon zəngimə, hər bir mesajıma sevinən bir anayam. Fəxr eləyirəm ki, xalqım, elim, obam şendir
vətənim azaddır və bugünkü gündə sülh əmin-amanlıq şəraitində yaşamağa başlamışıq. Allah qazilərimizi var eləsin. Allah qazilərimizə can sağlığı versin. Onlara Allahdan sağlamlıqlarının qayıtmasını arzulayıram. Var qüvvəmizlə, var gücümüzlə çalışmalıyıq ki, onlar bizim aramızda sağlam yaşasınlar. Şəhidimizin ruhu şad olsun. Görürsünüzmü 34 il, 33 yıl sonra, 35 yıl sonra abidə açırıq şəhidimizin adına. Bəli, şəhidlər unudulmur. Şəhidlər heç vaxt unudulmaz. Vətən uğrunda canını verən, qanını verən oğullar, igidlər heç vaxt unudulmaz. Heç vaxt. İllər, əsrlər keçsə də, qərinələr ötsə də bizim xalq onları unutmaz. Çünki onlar bizim xalq üçün vətən azadlığı təmin ediblər. Allah Ali Baş Komandanımıza can sağlığı versin. Allah prezidentimizi qorusun. Allah hər şeydən əvvəl birliyimizi qorusun. Birlik olarsa heç vaxt biz yenilmərik. Bizi bir araya yığan, vətən müharibəsi başlayan gündən bizi bir araya yığan, biz şəhid ata-analarına oğul olan bizi bir arada saxlamağa çalışan Elmar müəllim oldu. Elmar müəllim böyük bir qüvvə ilə, böyük bir güclə bizim yanımızda oldu. Hamımızın oğlu oldu. Hamımızın qolundan tutdu. O tabutun yanında dizi yerdə ağlayanda qolumdan tutub məni yuxarı qaldıran Elmar müəllim oldu. Allah onun canını sağ eləsin. O əziyyətləri görmüşdü, anasının çəkdiyi o əzabları görmüşdü. Ona görə hamımıza oğul oldu. Allah var eləsin. Allah şəhidlərimizin hamısının yerini cənnət eləsin. Mən bir dənə xahişim xalqımdan, elimdən həmişə olub ki, birliyimizi qoruyaq. Bir-birimizə mehriban olaq. Vallah mehribanlıq olanda hər şey olur. Allah canınızı sağ eləsin. Çox təşəkkür edirəm. Turan ailəsinə də, Tovuz Turan şəhid ailələri birliyinə də kim qatılsa, kim gəlsə xoş gəlir. O bizim canımızdır, ürəyimizdə, ailəmizin bir üzvüdür. Allah sağ eləsin canınızı, işiniz avand olsun. Mustafa rayonun Qılğın qəsəbəsi şəhidim Əlizadə Xəyalın anası olaraq və eləcə də Azərbaycan Qadınlar Şurasının üzvü olaraq, Azərbaycan Yaşlılar Birliyinin üzvü olaraq hamıya dərin təşəkkürümü bildirirəm. Qoşqar balamın belə bir bulaq kompleksində iştirak etdiyimə görə Allah atasına, anasına səbirdə özün versin. Bu yara mənim də yaramdır. Çünki mən 1992-ci ildə könüllü olaraq Qərbi Azərbaycandan qardaşım Mayor Yaqub Musayevin döyüş yollarından keçmiş, Ləvətəqavunda, Tərtər zonasında, yəni bu necə deyim, qazilərimizi görəndə ürək ağrısı məndə də hiss edir. Çünki o yaranı yaşamışam, o dərdi çəkmişəm. Qoşqar balama Allahdan rəhmət diləyirəm. Yeri cənnət məkan olsun, ruhu şad olsun. Mən bir balamı, bir qardaşımı itirdim. Neçə bala, neçə qardaş qazandım torpaq uğrunda, vətən uğrunda. Allah ordumuzu, hərbiçilərimizi qorusun. Amin Allah inşallah. Aziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugünkü gündə bu soyuq havada əziyyət çəkib, vaxtınıza ayırıb gəlib burada Qoşqar balanın adının əbədiləşməsi üçün görülmüş işlərdə iştirak edəcəyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu oğullar elə bir oğullar olurlar ki, heç vaxt unudulmaz oğullardılar. Bunlar İlk dəfə Qarabağ müharibəsi başlamamışdan əvvəl bunlar könüllü kimi rayonumuzun ərazisinin ətrafında olan o kafirlərə aid olan ərazidə rayonumuzu qorumaq üçün, ana bacılarını, vətənimizi qorumaq üçün onlar bir yerə toplaşdılar və rayonumuzu qorudular. Ona görə Respublikada bizim rayonumuz bir qəhrəman rayon kimi kafirlərə bir qarış belə torpaq vermədilər. Nəyin sayəsində? Bu oğulların birliyi sayəsində, vətənpərvərliyi sayəsində. Belə vətənpərvər oğulları onların heç vaxt torpaqları işğal altında qala bilmir. Bu qondarma Qarabağ məsələsi neçə yüzillər idi davam edirdi. Nəhayət ki, bu açıldı, partladı ki, bunların niyyətləri nədir?
bunların niyyətini həyata keçirməyə imkan verməmək üçün Respublikada hamı birləşdi. Əli yalın insanlar, o vaxt silahımız da yox idi. Çox çətinliklə vətənimizi qorumağa qalxdılar. Bugünkü gündə şükürlər olsun ki, torpaqlarımız işğalçılardan azad olur, təmizlənir. Bu oğulların sayəsində ki, bu oğullar torpaqlarımızı qorudular, saxladılar. Vətənimizin harayına da 20-ci ildə qalxan vətənpərvər oğullar, hansı ki, Ali Baş Komandan dəfələrlə çıxışında demişdi ki, elə bir nəsil yetişmişdi ki, o nəsil işğaldan sonra həyata qədəm qoymuşdular. Onlarda vətənpərvərlik o qədər yüksək idi ki, onlar kafirləri gözünü açmağa belə imkan vermədilər. Onların sayəsində bugünkü gündə sakitlik, əmin-amanlıq, sülh şəraiti yaradırdı. Biz sərbəst rahat yaşaya bilirik. Onlar bizim nəinki tapdalanmış torpaqlarımızı, onlar bizim milli mentalitetdən aid olan hər bir şeyimizi əzmişdilər. Ali Baş Komandan da çıxışında deyir ki, onlar nəinki bizim ərazi bütövlüyümüzü, onlar bizim sınmış qürurumuzu belə bərfilərlər. Şükürlər olsun, yaxşı ki bir oğullar var imiş. Böyle oğullar unutulmaz, onlar yaddan çıxmaz. Ruhlar şad olsun, onları yad edənlər var olsunlar, sağ olsunlar. Bu yoldaşlara, burada əziyyət çəkənlərə, onlara dəyər verənlərə göz təşəkkürümü bildirirəm. Ben de bütün bura yığışan kəndimi, ziyalılarını, saqqallarını, cavanlarını, analarımızı, bacılarımızı hamısını salamlayıram. Başta Elmar müəllimlə, şəhid atalarımız, şəhid analarımız olmaqla. Allah bu abidəmizin açılışında, bu tikintisində nə qədər məziyyətsiz keçən qardaşlar varsa, Allah onların canını sağ eləsin, Allah kömək olsun hər birinə. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allahdan onlara rəhmət diləyirəm, məkanları cənnət olsun. Mən həmişə demişəm bunu, mən belə bir vəziyyətdə də olsaq da bütün rayonlar, demək olar ki, yarı faiz rayonlarda mən şəhidlər açılışında, bulaq açılışında, ondan sonra il dönümlərində, ad günlərində gedib iştirak eləmişəm və həmişə də demişəm bu sözümü. İndi də deyirəm, burada da deyirəm ki, bəzi yerlərdə görürəm ki, şəhiddə fərq qoyurlar. 92 unudulurlar da, belə deyək. Amma şəhidin məqamı hamısı birdir. Eyni bir məqamdadılar. Mən buradan hər bir kəsə səslənirəm ki, 92-də bizimdir, 45-də bizimdir, aprel döyüşləri də bizimdir. Hamısı şəhiddir. Biz onların izlərinlə getdik, biz onların addımlarla getdik. Onların vaxtında bir adama, 5 adama belə deyək, 5 silah düşürdüsə, amma bizdə bir nəfərə 15 silah düşürdü. Yəni onlar əli-yalın döyüşdülər. Onlar elə yerlər olub ki, daşla döyüşdülər, ağaçla döyüşdülər. Yəni bu, onların haqqını itirməyən, onların haqqını heç vaxt unutmayan, onların da əməyi, onların da əziyyəti çox oldu. Torpağımız uğrunda, millətimiz uğrunda. Bu torpağı, bu milləti, bu firavanlığı bizə bəxş edən şəhidlərimizin Allah ruhunu şad eləsin. Məkanını cənnət eləsin. Mən razıyam, məni unudun, məni belə deyək, yada salmayın, salam verməyin, belə deyək, hörmət qoymayın. Amma mənim o səngər yoldaşlarımın ruhunu şad eləməkdən ötəri hər yerdə onların məqamını uca tutun, onları unutmayın. Çox sağ olun, mənə söz verdiyinizə görə Elmar müəllim, sizə də təşəkkür edirəm ki, sən də hər bir Azərbaycanımızın bölgəsində olursan, şəhidlərimizi unutmursan, şəhidlərimizi yaşadırsan, sən də özün bir şəhid qardaşsan, Allah səni var eləsin. Sən də bizim qardaşımızsan. Mən də atalara Allahdan səbir diləyirəm, analara Allahdan səbir diləyirəm. Biz onların oğullarının yerinə verməsək də, bizi oğlu kimi qəbul edirlərsə, Allah onların ömrünə ömür calasın,
Çox sağ olun, var olasınız.